Deməli, orada nə qaldı? Qövsün uzunluğu qaldı. Qövsün uzunluğu. Qövsün uzunluğunu tapmaqdan ötürü dərəcə ölçüsü haqqında danışdıq, amma uzunluq haqqında danışmadım da. Deməli, məsəl üçün bu hər hansı bir qövsdür, çevrəm mərkəzi bucaqdır. Həmin ona aid, ona uyğun qövsün uzunluğunu tapmaqdan ötürü, AB qövsün uzunluğunu tapmaqdan ötürü LA qövs B bu şəkildə işarə eləyək. Tutaq ki, L qövsdür. Onda həmin bu alfa bucağı lazımdır bizə. Olacaq alfa bölünsün 360 dərəcə, tam bucaq vurulsun 2 pi r. Bunu qısaldılmış şəkildə də demək olar, yəni biraz ixtisar aparmaq olar, yazmaq olar L bərabərdir. 360 ilə 2 ixtisar getsə olacaq alfa bölü 180 vurulsun pi r. Bu şəkildə də yazmaq olar. Bu qövsün uzunluğu düsturudur. Sonra nə yaddan çıxmışdı? Vətərin xassələri var idi. Bir neçə vətərin xassəsi var idi. Birinci orada nə idi? Deməli, əgər çevrə üzərində 2 dənə vətər verilibsə və onlar bir-birinə konqurentdirsə, yəni bərabərdirsə, AB bərabərdirsə CD vətəri, onda onların gəldiyi qövslər də bir-birinə bərabər olacaq. Yəni, o zaman AB qövsü ilə CD qövsü də bir-birinə bərabərdir. Onun tərsi də doğrudur. Orada 2 dənə teoremlə, əslində kitabda, dərslikdə 2 dənə teoremlə göstərir bunu. Əgər yəni bucaqlar, qövslər konqurentdirsə, onda vətərlər də konqurentdir. Bir dənə vətərin orta perpendikulyarı var. Vətərə perpendikulyar olan diametr bu vətəri və onun gəldiyi qövsü yarıya bölür. Vətərdir və diametrdir. Əgər onların perpendikulyarlığını göstərə biliriksə və yaxud tapşırığın şərtində veribsə, yəni AB, buna da CD deyək də. Əgər şərtdə deyilir ki, CD ilə AB perpendikulyardırsa, o zaman deyəcək ki, CD AB-ni 2 bərabər hissəyə bölür. Yəni, tutaq ki, burada deyək, F deyək, məsələn, həmin o nöqtəyə. Onda deyərik ki, AF bərabərdir FB və mütləq qövsdə. AB qövsü 2 bərabər hissəyə bölünür. Yəni, AC qövsü bərabər olur CB qövsünə. Bu yaddan çıxıb, bu teorem yaddan çıxmışdı. Sonra bir dənə də xassəsi olmalı idi. Səhv eləmirəmsə. O xassəsi nə idi? Çevrədə 2 vətər verilibsə, o 2 vətər konqurentdirsə yenə də AB CD-yə bərabərdirsə, o zaman onların mərkəzlə arasında, elə bil ki, mərkəzdən çəkilmiş perpendikulyar da bir-birinə bərabər olacaq. Yəni, bu iki parça da bir-birinə bərabərdir. Yəni, əgər bu vətərlər konqurentdirsə, bu məsafələr də konqurentdir. Növbəti xassisə də budur. Mən düşünüm bir dənə, daxili çəkilmiş bucaq demişəm. Bir də var, daxilə çəkilmiş konqurent bucaqlar haqqında. Əgər çevrənin daxilində 2 dənə konqurent bucaq çəkilibsə, bu 2 bucaq bir-birinə bərabərdirsə, mütləq onların qövsləri də bir-birinə bərabər olacaq. Yəni, bunu belə demək olar. Və yaxud da ki, məsəl üçün, eyni qövsə söykənibsə, 2 dənə daxili çəkilmiş bucaq, yenə də konqurent olacaqlar. Yəni, eyni qövsə söykənibsə,